Rusiyada yaşayan azərbaycanlılar prezidentliyə namizəd Vladimir Putinə dəstək konserti keçirdilər. Azərbaycan diasporu Ümumrusiya Azərbaycan Konqresi tərəfindən Bahar gəldi adı altında Drujba İdman kompleksində təşkil olunan konsertin şüarı Güclü Rusiya, vahid və çoxmillətli Rusiya oldu. Bu möhtəşəm proqramla bir daha bölgələrdən gəlmiş bizim soydaşlarımız, Ümumrusiya Azərbaycan Konqresinin regional təşkilatının rəhbərləri bir daha ona demək istəyirik ki, biz Rusiyanın gələcək inkişafına, Rusiyanın stabilliyinə səs veririk, yəni Vladimir Vladimiroviç Putinə səs veririk. Azərbaycan və Rusiya himnləri ilə başlayan konsert proqramında çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının üzvü Abbas Abbasov çıxışında azərbaycanlıların hər zaman Rusiya xalqı ilə bir olacağını bildirdi və Vladimir Putinə dəstək olacağını söylədi. Мы уверены в том, что только Владимир Путин такой сильный, харизматичный, мужественный, порядочный и правильный руководитель поведет Россию вперед, а азербайджанцы Российской Федерации rядом с ним. Vladimir Putinin seçki qərargahının nümayəndəsi Aleksandr Mirella, qərargah rəhbəri, tanınmış rejissor Stanislav Qavarukinin mesajını oxudu. Mesajda Azərbaycan diasporuna minnətdarlıq bildirildi. Konsert proqramında Azərbaycan və Rusiyanın görkəmli sənətçiləri, xalq artistləri çıxış etdilər. Rusiya sənətçilərinin Azərbaycan dilində səsləndirdikləri mahnılar isə tamaşaçıların gürültülü alqışlarına səbəb oldu. И я рад, что сегодняшнее событие подчеркивает их политическую заинтересованность в том, что происходит в стране, в которой они живут. Уверен, что они сделают на выборах правильно проголосуют, и в результате наши двусторонние отношения, безусловно, улучшатся. Qeyd edək ki, tədbirdə Azərbaycan diasporunun görkəmli nümayəndələri ilə yanaşı Rusiya ictimai-siyasi xadimləri, Azərbaycan-Rusiyadakı səfirlik nümayəndələri də iştirak etdilər. İqbal Rüstəmov, Şahin Cəfərov, İntiraz Moskva.